Peyğəmbər sallallahu aleyhi və səlləmin də xətası olub. Günah yox, səhv eləyib. Necə ki, Mədiniyə gələndə görür ki, Mədinə əhli sahabələr xurma ağaclarını tozlayırlar və onunla da bar çox verir. Peyğəmbər sallallahu aleyhi və səlləmin Məkkə əhli olduğuna görə onlarda bir o qədər xurma becərmə olmayıb. Soruşur ki, sahabələr neyinir? Deyir ki, xurma ağaclarını tozlandırırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən düşünmürəm ki, ona görə var çox versin. Yəni, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin şəxsi fikridir. Deyir, mən düşünmürəm ki, ona görə var çox versin. Sahabələr də bu əməli tərk edirlər. Elə bilirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu dinli olaraq dedi. Və gələn il bar az ver. Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər verdikdə, deyir ki, siz dünya işlərində məndən daha elmlisiniz. Yəni, mən öz fikrimi dedim. Mən demədim ki, belə eləmək lazımdır. Ona görə Əhzab döyüşündən qabaq, hansı ki, bütün qəbilələr yığışaraq müsəlmanların üzərinə gəlirlər və Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri az olduğuna görə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri yığır, məşvərət eləyir ki, biz düşmənin qabağına necə çıxaq, hansı taktikanı işlədək ki, biz qalib olaq, məğlub yox. O vaxtı İslamı qəbul edən Səlman el-Farisi radiyallahu anh buyurur ki, biz Fars torpaqlarında düşməndən az olduqda, düşmən bizdən güclü olduqda xəndək qazardıq və bunun vasitəsi ilə də biz düşməndən qorunardıq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Səlman el-Farisin verdiyi nəsiyyəti qəbul eləyir. Sahabələrə əmr eləyir ki, xəndək qazın. Fikir verirsiniz? Düzgün nəsiyyət olundu və Peyğəmbər sallallahu aleyhi və səlləmin onu sahabələrinə əmr elədi ki, belə eləyin. Bizim dinimiz nəsiyyət dinidir ona görə. Və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləm yuxuda görür ki, ümrə eləyib və sahabələrinə deyir ki, yığışın, gedirik Məkkəyə ümrə eləməyə. Və gəlirlər Sülhül-Hüdeybiyyə olan o Sülhül-Hüdeybiyyədən qabaq, yəni Sülhül-Hüdeybiyyə baş verdiyi hadisə. Gəlirlər Məkkəyə, müşriklər buraxmırlar və ondan sonra Hüdeybiyyə sülhü bağlanır. Və həmin zaman Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə əmr eləyir ki, saçlarınızı qırxın, başlarınızdan götürün və ehramdan çıxın. Sahabələr də elə güman edirlər ki, onlar Məkkəyə daxil olacaqlar, ümrə eləyəcəklər deyinə başlarını qırxmırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm möminlərin anası olan Ümmü Sələmən yanına daxil olur və üzüntülü halda olur. Ümmü Sələmə nə olduğunu soruşduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, nə baş verdi? Ümmü Sələmə qayıdır, deyir ki, çıx, özüm başı qırxdır, amma onlara heç nə demə. Peyğəmbər sallallahu aleyhi və səlləm çıxır, özü başını qırxdırır və sahabələr də ondan sonra başlarını qırxdırırlar. Fikir verirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyavi məsələdə qadının belə sözünü götürdü. Bizim dinimiz budur, bizim dinimizdə təkəbbürlük yoxdur. Ola bilsin ki, balaca uşaq gəlib sənə haqqı desin. Ola bilsin ki, qadın gəlib sənə haqqı desin. Ola bilsin ki, ağsaqqal, ola bilsin yad adam gəlib dedi. Əgər haqqı deyirsə, sənin boynuna düşən o haqqı qəbul eləməkdir. Biz müsəlmanların boynuna düşən xətalarımızdan dönməkdir. Bizə təkəbbürlük olmaq yaraşmır. Təkəbbürlük müsəlmana xas olan sifət deyil. Allah Taala'nın bəyəndiyi sifət deyil. Əksinə Allahın qəzəbləndiyi sifətdir. Kim ki təkəbbürlük eləyərsə, Allah Taala onu cəzalandıracaq. Allah Taala həmin adama qəzəbi tutur. Çünki o sifət məxluqa yaraşan sifət deyil. O sifət xaliqə xas olan sifətdir. Biz də nəyik? Zəifik. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, hər bir Adəm evladı xəta edir. Biz xətakar bəndələrik. Səhv edən bəndələrik. Çünki Allah Taala bizim ağlımızı zəif yaradıb. Bizim ağlımızı naqis yaradıb. Biz xəta eləməyə məhkumuq.
Ona görə də bizə gəlib nəsihət etdikdə həmin nəsihəti qəbul eləməliyik. Xətalarımızdan dönməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm nəsihətin ağırlığını bizə göstərmək üçün sahabələri hər bir müsəlmana nəsihət edəcəklərini beyət eləmişlər Peyğəmbər sallallahu aleyhi və səlləmə. Beyət etdikdə Peyğəmbər sallallahu aleyhi və səlləmə ən ağır şeylərdə beyət eləyiblər. Onlardan da biri o idi ki, hər bir müsəlmana biz nəsihət eləyəcəyik.